Biomimikriya bilirsinizmi nədir? Təbiətdən öyrənmək və onu təqlid edərək insan üçün faydalı texnologiyalar yaratmaq biomimikriyadır. 1989-cu ildə Yaponiyada Shinkansen sürət qatarının yüksək səs problemi var idi və hər tuneldən çıxanda yüksək partlayış səsi çıxarırdı. Bu isə ətrafda yaşayan insanlar üçün narahatlıqlar yaradırdı. Problemin həlli isə təbiətdən öyrənildi. Eiji Nakatsu adlı mühəndis eyni zamanda quşları izləyən bir müşahidəçi idi. Ovunu tutmaq üçün suya baş vurarkən ətrafa heç su sıçratmayan balıqçı quşunun dibdiyinin quruluşunu o, qatarın üzərində dizayn etdi. Bundan sonra qatarın partlayış səsi yox oldu. Təbiətdə buna bənzər çoxlu misallar var. Biomimikriya termini insanların təbiətdən ilham alaraq texnologiyalar düzəltməsini ifadə edir. Biz təbiətə baxaraq bir çox şey ixtira edə bilərik. Təbiət, unutmayın ki, ən yaxşı müəllimdir.